Dəyərli izləyicilər, bir daha sizləri Bərdə Maşın Bazarından salamlayıram. Sizlər üçün maşınların qiymətləri ilə maraqlanıb sizi tanış edəcəyik. Allah bazar versin qardaş. Sağ ol qardaş, sağ ol. 07 maşınınızı satmaq fikrinə düşmüsünüz. Bəli qardaş, bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? Qardaş, ili 2010-dur. Təmizə maşındır, dolu maşındır. Sizdə nə vaxtdandır maşın? Mən necə qardaş, 5 ildir. Aform olunub yoxsa etibarnamə ilə sürürsünüz? Mən etibarnamə qardaş. Və necə, hər ilmi alırsınız yoxsa? Hər ilmi qardaş. Alqı-satqıda problem olmayacaq? Yox qardaş, heç nə problem yoxdur. Xərcləriniz olubdur mu 5 il içərisində? Mən xərcləm o qardaş, özüm xərcləmişəm. Mühərriki 06 olar da bunlarda? 07 qardaş, 07. Necədir mühərriki vəziyyəti? Hər şey etsə kimi, xadava etsə kimi, hər bir şey. Nə vaxt yığdırdınız mühərriki? Mühərrik son vaxt yığdırmışam, bir ay olar. Yağ azaltma səs? Heç nə yoxdur. Hazırda yaxşıdır mühərrik. Etsə kimi, xadava etsə kimi, motor etsə kimi, hər şey etsə kimi. Karobka necə? 5 karabka atmır da. Diferdə səs? 110-da acı səs edir. 110-u keçəndən sonra. O da cüzi verir, çox bilindim, cüzi. Aşağı sürətlərə gələrmi? 90-a? Aşağı sürətə vermir, yox. Altı necədir? Hissə kimdir qardaş? Çürük, pas. Heç olmayıb, yoxsa olanlar çıxır? Yoxdur qardaş, yoxdur, yox. Danqrat yerləri salamat? Hissə kimdir qardaş? Peredok necə? Yaxşıdır qardaş, təmizdir peredok, hissə kimdir. Daş kəsəli yolda səs eləmir? Heç qram qardaş. Təkərləri normalını? Təkər keçəmişəm qardaş, keçəlim. Lap yaxşı. Dəyişilənlərini də deyin də bizə. Birdən qardaş, qapı dəyişir, qapı dəyişir, sağ tərəf. Kral dəyişir, bir şey dəyişir. Sürücü tərəfdən ön qapı dəyişdirilib deyir. deyirsiniz. Sağ tərəfdən qardaş, sağ. Hə, sərnişin tərəf. Bəli qardaş, bəli. Digərləri özününkidir. Hamısı özünkidir qardaş. Kraska yəqin əvvəllər vurulub deyirlər. Valla mən alına bilən vurmamışam. Bir dənə o tərəf vurmuşam, bər tərəfi yox. O da dəyişilən vaxtı. Hazırda yoxdur ki, kosmetik şey. Yox, yox, yox. Yüngül var məsələn, cüzi yüngül var məsələn. Baxsan gedib o yüngül var şeydir. Aynalar təmizdir elə bilirəm. Elə qırıq çat yoxdur ki? Yox, yox, heç nə yox. Əllə mi qalxır aynalar? Əllə də qarşı rolikdir. Lap yaxşı. Oturacaqlardakı yaxşıdırmı? Hamısı qarşı zapravka etmişəm öz balanda. Aha, çöküntücülük yoxdur. Yox, heç nə yox. Pult sistemdə var. Yox, pult deyil burada, hasar deyil. Qiymət neçə deyirsiniz? Qardaş, valla 8 deyirəm, real olsa aşağı verəcəm. 8.000-ə deyirsiniz. Real azı aşağı verəcəm. Sizin kanaldan gəlsə 7-8-ə verərik. Dəyişilən də var, ona görə biraz qiymət mənə baha gəldi. Sənin adına gələn olsa qiymət aşağı olacaq, sənin adına gələn olsa. İnşallah, inşallah. Hardadır, hansı rayondadır? Ağzəbədə oran qardaş, Ağzəbədə. Uğurlar arzu edirəm. Sağ ol qardaş, sağ ol. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ olun. Mitsubishi L200. Buyur, məlumat ver, bilək necə maşındır? 2008-in maşınıdır. Bir dənə razlatkada problem var. Diferdə problem yoxdur, karobkada problem yoxdur. Kraska ehtiyac etmir. Kosmetik işi yoxdur. Kosmetik işi yoxdur. Təkərləri saz vəziyyətdədir. Neçə ildir sizdədir maşın? 3 il. Öz adınızdadır da yəqin ki? Hə, öz adımızdadır. Alandan sonra da xərcləriniz oldu mu? 1-2, o elə belə şeylər. Məlum. Motorun gücü nədir bunlarda? 2-5. Dizeldir də. Necədir mühərrik? Yaxşıdır, saz Yağ azaltmasıdır, səsidir. Yox. Yığılıb mühərrik? Yox, yox. 300 mini keçib də artıq maşınımız. Bəli. Mühərrik yaxşı. Yanacağı nə qədər yandırır, onu da deyin. 10 belə yandırır. Konserni var mı? Kondisioner bəli. Yaxşı deyir. Normal. Karobkasıdakı mexanikadır. Mexanikdir. Atma, səs yoxdur Yoxdur. deyirsən. Diferlərdə səs yox. Yox, yox. Bir dənə razdatkadadır. Bir dənə razdatkadıdır. Önü qoşanda səs eləyir, yoxsa nə eləyir? Önü qoşandadır. Qoşmasan Yox. heç nə yoxdur. Lap yaxşı. Altı necə? Altı da üstü kimi təmiz. Zədəsi yoxdur ki? Xeyr, xeyr. Peredokun səs küyü necə? Super. Ümumiyyətcə maşında səs küyü yoxdur ki? Yox, yox. Təkərlərdəki normaldır. Normaldır. Dəyişilən deyirsiz yoxdur, Yoxdur, kosmetik yox. işi yoxdur. Bəli. Maşınımızın aynaları salamatdır, qırıq çat yoxdur. Yox. Düymə ilə mi qalxırlar Bəli, yanmalar? bəli. İşləyirlər dördü də. Dördü də. Maşınımızın içərisi işti yaxşı. Oturacaqlar, parça salon yəqin ki, çuxollanır. Bəli, bəli. Çuxollanır. Zədəsi yoxdur ki? Xeyr, xeyr. Pultu da olur bunların? Bəli. Qiyməti nə qədərdir, neçədir? 16.500-də Deyirsiniz, endirim eləyəsiniz. eləyərik. 15.500 sayan olsa Xeyr. verməyəsiniz. Son 16. 16-dır son. Görmək istəyəndə Bərdə rayon Çəmənli kəndinə. Bərdənin özündə göstərə bilirsinə? Bəli, bəli. Uğurlar arzu edirəm. Sağ ol. Sağ ol. Əmoğlu, Allah xeyir versin. Sağ ol qadan, çox sağ ol. Qada görməyəsiniz. 07 maşın gətirmişsiniz satmağa. Bəli, Göy yoldan gəlmişəm. Hə, xoş gəlmisiniz. Uzaq yol gəlmisiniz. İnşallah bir gün satıb gedərsiniz. İnşallah. Maşınınız da amma mən baxdım, deyəsən yaxşı maşındır. Çox ideal maşındır, heç bir problem yoxdur.
Özünüz mü işlədirdiniz yoxsa? Bəli. 5 ildir məndədir, yəni problemsiz işimə Etibarnaməyə də form elətdirmisiniz. Birbaşa öz adım addadır. Öz adınız olan maşındır. Alandan sonra xərcləriniz oldu? Yüngül var da, indirəm orasına naklatka, yağı, suyu, belə şeylər. Yəni elə bir xərc qoymamışam yəni maşına. Bunu dediniz neçədir? 2010 bez detal. 2010-cu ilin maşınıdır. Sərgəli işlətmisiniz maşınınızı. Bəli. Motoru nə olur da bunlarda? Üstündə zavod gələndir də. Üstündə 06 olur bunlarda. Necədir motorun vəziyyəti? Çox ideal. Açdırmamısınız deyirsiniz. Xeyr, Yağ azaltmadır, səsdir. mümkün deyil. Korobkada vəziyyət necə? Çox ideal. Atma yoxdur ki. Mümkün deyil qardaş. Diperdə səs? Bir balaca yəni qurultu var. Yəni biri var uluya, yəni ulanmır. Bir balaca Öz yüngül. diperdimi görəsən, yoxsa dəyişilibdimi? Vallahi o yalan söyləyim. Mən 5 ildir məndədir, yəni elənsiniz də sürürəm. Bunların ümumiyyətcə zavoddan gələn diperlərində deyir səs olur. 90% səs eləyir bəli. Altında, polunda zədə yoxdur. Mümkün deyil qardaş. Üzün ətər altı elənsin. Lap yaxşı. Peredokda səs-küy necə? Çox əla vəziyyətdədir. Yəni heç bir səsi yox. Peredokda yaxşı. Təkərlər də təzə deyəsən. Bəli, Belşina 4-də. Hə, maşınımızın kraskası var. Kraska bir dənə qardaş karnizinə dəyibdir. Yəni o da məndən qabaq olan şeydir. Hə, digər yerləri hamısı zavoddan gələn kraskasıdır. Bəli. Maşınımızın aynaları da təmizdir elə bilirəm. Yoxdur ki, heç birində qırıq-çat. Xeyr, heç bir qırıq-çat yox. Düymə ilə mi qalxırlar yoxsa? Bəli, qabaq aynalar podyomiklərdir. Şitdəki təmizdir, yoxdur qırıq-çatı. Xeyr. Oturacaqlar da yaxşıdır. Bəli. Zədəsi yox. Maşınımız mükəmməl maşındır. Əsas məsələ onun aparatura da gördüm. Bahalıdırmı? Bəli, 6 xrom kolonkadır, usul teldir, Momo usul teldir, Fiat ruldur. Yəni Eva ayaqaltılardır, sideniyalar gördüyünüz kimi yığılıbdır. Yəni heç bir problem yoxdur. Aparatura sistemi üstündə idim, yoxsa siz elədiniz? Yox, nətər almışam, beləsinə də yana çıxarmışam. Mənə bir dənə onun çöpü də lazımdır, yəni üstündən söhmərəm ömür boyu. Aha. İnşallah satıb daha yaxşı maşın alırıq mı? İnşallah, amma fikrim biraz uşağı işə qoymuşam, pul lazımdır, ona görə ehtiyac var. Tək xeyir işlərə xərclənsin. Çox sağ ol qardaşım. Qiyməti neçədir? Belə 8700-ə deyirəm, real alıcıya 8,5-a. Son fikir 8,5. Bəli. Görmək istəyəndəki deyirsiniz Göygölə gəlsin. Bəli, Göygölə elə usta xəyal kimə desələr, ev ustasıyam özüm. Hə, elə bir maşın ustasısınız. Yox, ev ustasıyam da. Lap yaxşı. Allah bazarınızı versin Çox qardaşım. sağ ol, Allah razı olsun. Siz də sağ olun. Sağ olun. Xeyir olsun qardaşım. Çox sağ olun qardaş, sağ olun. Niva maşınınızı satmaq istəyirsiniz. Bəli. Buyurun məlumat verin, bilək necə maşınımız? Zavodskoy maşındır, 2020-ci il, 75 min probeklə, motor, korobka, razzatka hamısı saz vəziyyətdədir. Nə vaxtdan sizindir maşın? 2200 kilometrdən mən almışam bunu. Demək olar ki, elə ilk sahibi siz, Demək eləmi? olar ki, 5 ilə yaxındır. 5 ilə yaxın siz işlədirsiniz. Etibarnamə yoxsa aform elətdirmisiniz? Davel ustadı sürürəm. Atamın adı. Davel usta məndən. Texpasport atanızın adınadır. Bəli. Hə, lap yaxşı. Xərc çəkdinizmi heç maşınınıza? Maşında belə bir xərc tələb eləmir, yəni elə xərc. Təzə maşındır deyə. Təzə maşın deyə xərc tələb eləmir. Otur sür də qardaşım. Motorda vəziyyət yaxşıdır. Yağ azaltması yoxdur. Xeyr. Səsi də normal. Səs də normaldır. Alanda yox ola bilər harda istəyir. Korobkası necə? Superdir. Korobka da qəşəng, saz vəziyyətdədir. 4 çəkirdi də. Bəli. Kondisioner də qəşəng işləyir, soyudur. Kondisioner də yaxşı işləyir deyirsiniz. İstədiyin vaxt qoşa bilirsən, hə? 4x4-dür. Bəli. İşlək vəziyyətdədir. Diferlərin səsi yoxdur ki? Xeyr. Arxanın, önün. Xeyr. Yəni birdən deyirlər yüksək sürətə çıxardanda drajeniya verir, nəsə belə. Yox, drajeniya rahat maşındır. Drajeniyası da yoxdur yəni. Altında vəziyyət necədir? Altında dağa daşa çıxardasan, harasa zədələyəsən. Heç problemi yoxdur. Yəqin ki, indidən çürümə olmaz. Yox. 5 ilin maşında, 5 ilin maşında çürümə hələ olmaz məncə. Maşınımızın peredoku yaxşıdır, səs-küyü yoxdur ki. Xeyr. Təkərlər də özününküdürmü, yoxsa dəyişildi bu yox, disk təkər? Diski özününküdür, Zavodskoy. Hə, Zavodskoy disk elə. Təkərlər dəyişmir. Sadə variantdır, yoxsa urban variantdır bu? Yox, Zavodskoy urbandır bu. Səntdə urban qeyd Bəli, urbandır. Bəzi görürsən alıb sonra da yox, yığılma deyil. Zavodskoy urbandır. Dəyişiləni yoxdur. Xeyr. Kraska vurumlu yox? Xeyr. Heç bir yerində yoxdur kraskası. Xeyr. Maşınımızın aynaları təmizdirmi? Çirklidir deyə bilmirəm mən, görsənmir. Yoxdur ki, çatı. Yox, çatı yoxdur, bir ləkəlidir də. Hamısı ləkədirlər. Aynalar da ön aynadır da, bunlardan ancaq qalxır, o da düymə ilə gördüm. Bunlar
Qatlananlar da var. Güzgülər qatlanır. İrqovka verir. İçərisi düzəlir. İçəridə İrqovkadır, qatlanan deyil. Aha. Pultu da varmı bunların? Bəli. Nömrəni də verirsiniz hətta üstündə, hə? Bəli. Pis deyil, nömrəsi də yaxşı nömrədir. 99-dan başlayır deyə, axırda 99-dan qutarır. Qəşəng nömrədir. Qiymətini deyirsiniz. Neçə? 16.000. 16.000 də deyirsiniz. Olsa razılaşarıq. 15.000 sayan olsa vermək olar. Olar. Təklif eləyirik, ha, biz məcbur eləmirik. Bizimki ancaq təklifdir. Olar, riyac alıcısı olar. Hansı rayondasınız? Yevlax rayon Aran qəsəbəsi. Yevlaxda göstərmək olarmı, yoxsa qəsəbəyə gəlsinlər? Olar. Yevlax şəhərə gələrəm. Uğurlar arzu edirəm, qardaş. Sağ olun. Siz də sağ olun. Xeyirli olsun, qardaş. Çox sağ olun. 015 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? Qardaş, zavod maşındır. İli 2003'dür, problemsiz maşındır. Nə vaxtdan sizindir bu maşın? 6-7 aydır, ikinci yiyəsi mənəm. Etibarnamə ilə işlədirsiniz, yoxsa? Yox, aformut gözəl. Birbaşa öz adınıza aformut elətdirmişsiniz. Bəli. Alandan sonra xərcləriniz nə oldu? Xərclərim heç nə, yağını dəyişmişəm. Bax, aformut da eləmişsiniz. Yəqin ki, satmaq fikriniz yox idi. Nə əcəb satası oldunuz? Yaxşı maşın mı istəyirsiniz? Biraz böyük maşın var, onu almaq istəyirəm. Hə, lap yaxşı. Allah fikrinizdən sizə xeyir versin. Çox sağ olun. Nəsə xərc çəkdiniz deyirəm alandan sonra. Alandan sonra bir yağını dəyişmişəm, bir də nə bilim, belə remen. Motorunu özün yığdırmadınız. Motoru açılmayıb. Bilmirsiniz nə qədər sürünür? Orijinal probekt bilinir yoxsa? 189.000 probekt. Orijinal deyil. Orijinal, ya yoxlatdıra bilərlər aparıb. Motorun yağ azaltması. 1 qram. Səsi yaxşı. Səs küy, heç nə. Karobka atma yox, heç bir problem Karobka yox. yaxşı. Qranatlarda necədir vəziyyət? Səs küy yoxdur, heç nə yox. Peradokun ümumilikdə səsi yoxdur. Xeyr. Ekran necə? Ekrana da əldə elməyib. Zavoddan gəlmədi. Zavoddan gəlmədi. Lap yaxşı. Təkərlər də ki, təzədir elə bilirəm. Təzədir, 4-ü də təzədir. 4-ü də yeni Zapaskasına təkərlər. kimi təzədir. Disklərində dəyişmisiniz yoxsa krasta Disklər atdınız? yox, təzə disklər. Diskində dəyişmir. Altında vəziyyət necədir? Zədə var polunda. 1 qram, bir dənə çürük tapılsa maşını qaytarsınlar özümə. Yəni problemsizdir, çürüyü də yoxdur maşının. Dəyişilən detalını deyin də bizə. Dəyişilən detalı yoxdur, bir dənə sol kruloya kraska dəyişdir. Vəssalam. Digər yerlərindəki kraska zavoddur mu, yoxsa necə? Hamısı zavod. Nə gözəl. Güzgülər dəyişilib, eski güzgülər qoyulub. Eski güzgü rolu dəyişmişəm. Aha, sükan dəyişilib. Belə. Aynaları təmizdir, elə bilirəm heç birində zədə yoxdur. Heç birində, hamısı öz aynalardır, stoklopodyumlikdir, hamısı. Önlər düymə iləndir, hə? Düymə ilə. Aha. Oturacaqlar da dəri salondur. Çuxollanıb da, hə? Bəli. Cırığı, söküyü, çöküntüsü. Heç bir şey. Bir qabaq sidəndə yüngül var. Yeyilmələr var da, o da çuxoldur da, eləmi? Çuxoldur, bəli. Maşınımızın qiyməti neçə? 6500-ə verərəm maşını istəyəməz. 6500. Endirim də eləyəsiniz. Endirim baxır da indi eləmək olar. Əsas odur sizlə əlaqə saxlasınlar. Bəli. Maşınımız hansı rayondadır? Ağdaş rayon. Uğurlar arzu edirəm, qardaş. Allah canınızı sağ olasın. Siz də sağ olun. Xeyirli olsun, qardaşım. Sağ ol, sağ ol qardaş. Opel Astra, eləmi? Opel Astra H-dır. Buyurun, məlumat verin, bilək necə maşındır? 2004-ün maşınıdır. 9000-ə deyirik. Maşın da belə sürət. Nə vaxtdan sizindir maşın? Başlayır yarım 2 ilə yaxındır. Aformutda etibarnamədir. Etibarnamədir. Necə eləyirsiniz? Bitəndən sonra yenə mi alırsınız, yoxsa? Yox, 2029-a qədər şey var. Həmən də. Sürücülüklə onda siz sürürsünüz. Bəli. Bəs maşın kimin adınadır? Həmən adam razılıq Ha, verməz qohumdur, yaxın adamdır. Hə, yəni satmaq, alqı-satqıda problem yoxdur. Problem yoxdur, yox, heç bir narahatçı yoxdur. Bir də Əzəncə General Dabiniz belə problem deyil. Lap gözəl. Qohum adamdır, yəni yaxın adam. Alandan sonra xərc çəkdiniz maşınımıza? Xərc belə nəm xadaboyla belə də, belə hüngül işlər. Maşının krediti falan yoxdur ki yəni? Yox, heç bir şey yox. Yox, sürücülüklə sürdüyünüzdə deyirəm birdən kredit falan alıb Yox, sürərsiniz. heç bir narahatçı yoxdur. Qəşəng. Alandan sonra da deyirsiniz xərciniz? Xərci xadaboyuna baxdım, xadaboy normal, hər şey. Mühərrikin kubu neçədir bunlardır? Neçədir mühərrik? 1.4-dür, 1.4 benzin. Benzin, dizel? Benzin, 1.4 benzindir. Aha. Necədir mühərrikdə vəziyyət? Yaxşı şükür. 320 min göstərir. Bilmədiniz, açılıbdı mı mühərrik? Yığılıbdı mı? Mühərrik yox, elə yığılmayıb. Yəni normaldır hələ ki. Yağ azaltması nə qədər? Yox, yağ azaltma da yox. Səsi də yaxşıdır. Əla bomba kimi. Sərfiyyatı, benzin Əla bomba kimi. nə qədər yandırır? Üzə 5 litr. Karobka mexanikadır. Mexanika. 5-dir də yəqin önə. Ha, 5 korobka. Atma, səs, Xeyr, heç bir şey yoxdur, heç bir problem yox. ön çəkən maşındır. Bəli, Peradokda ön- vəziyyət necə? Əla, perodok. Qranatların səsi yoxdur ki? Yox.
Qranatlar yaxşı. Əla. Ön təkərlər normaldır, arxalar elə Normal. bilən biraz yeyilib də. Arxalar biraz zəifdir, arxa təkər. Bu da bu təkərdir, biraz zəif olan. Onlar yaxşıdır, normaldır. Altı necə? Zədəsi yoxdur Yox, polunda. heç bir zədə yoxdur maşında. Heç vəbşi zədə yoxdur maşında. Lap yaxşı olmasın. Yəni Dəyişilən, kraska dəyən yeri var, amma belə şey yoxdur. dəyişilən yoxdur. Yox, dəyişilən detal yoxdur. Tam kraskalanıb maşınımız. Yox, ancaq sağ kırlı, arxa. Aha, zavoddan gələn kraskadır. Hə, üstünü zabatskoy. Aynaları ön aynasında bir dənə yumru nəsə Bu görürəm. elə zabatskoy gəlib, elə üstündə gələndə dəyişməmişik. Aha. Maraqlı da bir nədirsə maraqlı bir şeydir. Nəsə, Digərləri salamatdırmı? hə, bütün şüşələr əla. Ön aynalar düymə ilə qalxır deyəsən, hə? Bəli, önlər şeydir. Şitin Arxalar üstü qısa. yaxşıdır. Oturacaqlar çollanıbdır, Çol parçadır vuruşu. yəqin ki, Hə, eləmi? parça çıxır. bəli. Problem yoxdur ki oturacaqlarda. Xeyr, heç bir şey arxaya. Kondisionerdən demədi ki. Kondisioner də işləyir, kondisioner də işləkdir. Kondisioner də işləyir, yaxşı. Pult da olur da bunlarda zavoddan gəlmə. Bəli. Pult sistemi. Qapılar pultdan bağlanır məncə. Bəli, put sistemidir. Qiymətdə 9000 deyirsiniz. 9000-ə deyirik. Nə qədər endirmə? 8-5 verən olsa vermək olar. Olar. Hansı rayona gəlsinlər? Şəkir rayonu. Uğurlar arzu edirəm. Sağ ol qardaş. qardaş, var olasın. Siz də sağ olun. Sağ ol. Allah xeyir versin qardaş. Çox sağ olun. Nə oldu 99 maşını? Bəli. Satmaq istəyirsiniz. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır. İli 92-dir, 1992. Qiymət 3000 deyirəm. Real alıcı olsa yenə razılaşmaq olar. Belə qlobal problemi yoxdur. Elə gördüyünüz kimi də, yəni özünüz də baxdınız. Nə vaxtdan Kasıbın- sizdədir maşın? Nə vaxtdan bizdədir? Elə çox da deyil. Prosta nətər deyim, biz işlə əlaqədar aldıq. Bu əl vermir ha bizə. Biz yük maşını axtarırıq. Aha. Alandan sonra xərc çəkmədiniz? Belə yəni qlobal yox. Mühərrikində vəziyyət necədir? Gözəl. Yağ azaltması, Heç səsi, bir şey yox. korobkasında Korobkası ideal. atma səsi yoxdur. Heç bir şey yox. Peredoklu necə? Qranatların səsi, küyü yoxdur ki. Hamısı yığılmadı. Narazılığı yox. Ekranı necə? Ekranın yalan deyirəm. Yəni belə o barədə məlumatım yoxdur. Heç baxmamısan. Xeyr. Maşınımızın təkərləri Təkərləri Yeyinir orta belə bilə, eləmi? Sredli. dəyişsə daha yaxşı olar. Bəli. Polun baxmamısan, zədəsi yoxdur. Xeyr, Çürüyüb, pası. altında çürüyüb, pası, heç bir şey yox. Dəyişiləndən xəbərin yoxdur. Qapı, krel, kapot. Heç bir şey, mən bilənə heç bir şey dəyişməyib. Yəni Müəyyən yerlərində kosmetik işlər udarı görürəm. yoxdur, vuruq normal şeydir. 92-dən bəri sürülən maşın ən azından hara yüngül bir yerə də olsa dəyməlidir. Təbii ki. Kosmetik işləri var müəyyən Kosmetik yerlərində. işlər bəli var. Aynaları necə? Qırıq çat yoxdur ki. Xeyr. Normal Bəli, nədir? bəli. Şitin üstündə çatlar görürəm. 1 2 3 dənəsini, 4 Yüngül dənəsini. varı bəli. Oturacaqların vəziyyəti, setka çuxol çəkilib. Cırığı, söküyü, çöküntüsü. Yoxdur onlar. Sadəcə o kim alsa ən azından üzü çuxol çəkdirsə lap gözəl olar da, səliqəli bir şey. Yəqin ki, pult sistemidir, podiumdur, belə şeylər yox da. Bir tərəf elə bir ki, şüşə qalxan pultdan Düyün müəyyənidir. Düymə iləndir. Yəni şeydir. Bu bir tərəf qalanları əllə, ruşna. Qiymət də deyirsiniz 3000, yenə real alıcı olsa aşağı eləmək olar. Xərcləri var da onları çıxsaq. Bəli. Görmək istəyən hara gəlsin? Ucar rayon. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol. Siz Allah də sağ razı olun. olsun. Sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol, çox sağ ol. Volkswagen Bora Bora. gedir elə maşın. Bəli. Buyurun məlumat verin bilək necə maşındır. Volkswagen Bora'dır. Sayda motor, 1.6 motordur. İdeal vəziyyətdədir, kondisioner, luku, hər bir şey işlək vəziyyətdədir. İli neçədir maşınınızın? İli 2005-dir. Sizdə nə vaxtdandır? Hardasa bir 4 ay, 5 ay olar məndədir bu maşın. Yəni bir problemi yoxdur. Olan problem xadovoy sistemində, onun hamısını yığdırmışam. Etibarnamə ilə işlədirsiniz. Bəli, etibarnamə ilə işlədirəm. Generalını da verirsən. Kim alsa, yəni məsləhət olsa adına da keçirdə bilərəm. Sənədləşmədə problem olmayacaq. Heç bir sənəddə problemi yoxdur. İdeal vəziyyətdədir. Alandan sonradakı xərcləriniz deyirsiniz. Alandan xərcim artıq 1000 manat rahat xərc qoymuşam. Yəni xadovoy sistemidir, karovka sistemidir, hamısını əlimdən çıxartmışam. Alan adam nə qədər xərc qoyacaq? Alan adam məncə xərci yoxdur. Mühərrik 1.6 1.6 deyirsiniz. mühərrikli, Turbo deyil də mühərrik? şeydir, enjektordur. Hə, yox, turbo mühərrik deyil deyir. Turbo deyil, yox. Hə, Volkswagenlərdə əsasən Hə, turbo. saydədir, yox, sayda motordur.
Yəqin ki, yığılmış olar. 340 mindir. Yığılıb, motor da yığılıbdı. Sizdən əvvəlmi yoxsa siz elə? Məndən əvvəl motor yığılıbdı, amma karovkanı özüm yığdırmışam. Karovkada gecikmə vardı, onu özüm əlimdən çıxartmışam ki, saydı rahat. Hazırda motorda yoxdur ki, problem. Yağ Heç bir azaltma, problem səs. yoxdur, yağ azaltma problemi yoxdur. Yağında təzə dəyişmişəm, karovkanda yağını dəyişmişəm. Bütün alt sistemində də nə qədər tiaqalar, şaravoylar hamısını təzə qoymuşam. Avtomat karovka. Avtomat karovkadır. Həm mexanikdir, həm avtomatdır. Tiptronik deyə. Bəli. Peredok ön çəkirdə. Ön çəkir, bəli. Ön Qranatlar çəkir, da, qranatlar da peredokdur. saz vəziyyətdədir. Aha. Peredokda səs-küy yoxdur. Heç bir şey yoxdur. Təkərlərdəki hələ iki Təkərlərdəki hələ ki işləyir. Təkərlər yarı təkərdən yarıdan da yuxarıdır. Yəni təkər uzun müddət işlənən təkərlərdir. Polunda baxmadın altında zədə yoxdur. Bir ki. dənə problemi yoxdur. Çürük pas Çürük, yoxdur. pas, heç nə yoxdur. Yəni istəyən adam olsa moykaya çıxardar yuxarı, yəni yamıya altın yudurdub baxa da bilər. Dəyişiləni bilmədiniz. Qapı, kril, kapot, nəsə. Heç bir şey dəyişməyibdi. Bir dənə buradan yüngülvarı udar alıbdı, o da düzəlinibdi. Yəni Arxa dəyişmə, kreldə. hə, arxa krel, heç bir şey yəni yoxdur. Ön aynasında çatı var amma. Ön aynasında bircə dənə hə, orada çatı var. Vəssalam. Qalan bir şey, hər bir şey ideal vəziyyətdədir. Heç bir problem Aynalar yoxdur, düymə ilə motor qalxır, eləmi? Bəli, hamısı İşləkdimi? işlək vəziyyətdədir. Hər bir şey, lukudur, kondisioneridir. Konseri yaxşı soydur. Bəli, bütün sistem hamısı işləyir. Lap yaxşı. Oturacaqlar parça salonunda, eləmi? Parça salondur, hə, parça salondur. Zırığı, söküyü, Heç bir şeydə yoxdur. Ha, gözəl. Pult da olur da bunlarda. Zavodskoy pultu da olur maşınımızın. Punt beyində də açarlandır. Yəni qapı bağlamadır, aşmadır, xodlamadır, punt. Bu idarə edir. Qiymət neçə? Qiymət sonu 5000. 5-dən aşağı düşməyəsiniz. İndi baxır da indi 50 manat, 100 manat, məsələn indi olar da o Davenus məsələsi falan Məhmədcan onunla bir razılaşma yolu olar. Baxmaq üçün hara Yəqin. gəlsinlər? Baxmaq üçün Bərdə rayonunun Balaqaca kəndinə. Elə şəhərdə göstərə bilərsiniz. Problem yoxdur, istəsələr, hara desələr orada gələrəm. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol, Allah sizə dəyməsin. Siz də sağ olun. Çox sağ olun. Əməqli Allah xeyir versin. Sağ ol, var. 07 maşınınızı satmaq istəyirsiniz. Bəli. Buyurun məlumat verin, bilək necə maşındır? Normal maşındır, hər gün sürülən maşındır. İli 2004-dür, 4800 deyiliş qiymətidir. Nə vaxtdan sizdədir bu maşın? 2 il 2 ildir. Etibarnamə ilə yoxsa form olunub? aform. Öz adınız olan maşındır. Alandan sonra desən heç xərc çəkmədiniz, eləmi? Yox, xəst çəkilib. Belə də, yəni yüngülvari xəst çəkilib var. Mühərriki nədir bunların? 03 motordur, 05 karbüratordur, 5 karovkadır. Difer, peredokda yəni normal vəziyyətdədir. Motorun vəziyyəti necədir? Mühərrikin vəziyyəti necədir deyirəm? Əla. Yağ azaltması, səsi. Heç nə yox. Yığdırmadınız siz. Yox. Yəqin ki, sizdən əvvəl yığılıb. Yaxşıdır, qəşəngdir vəziyyəti. Karovkada vəziyyət necə? Karovkada bir dənə 5-də cüzü, bir dənə elə bir ki, uğultu kimi biraz. Uğultusu var. Hə, cüzü. Düzəltmək olar mı yoxsa gərək dəyişsin karovka? Yox, onu düzəltdirmək olar. Yəni ki, o da Diferdə səs yox. Yox, qətiyyən. Altı necədir? Polunun zədəsi. Normaldır, heç nə yox. Çürüyü, pası. Heç nə yox. Danqırat yerləri varmı? Danqırat yerində cüzü deyəsən olmalıdır. Belə də yəni. Yəni 2 il yəni sürülür. Peredokun səs-küyü necə? Yoxdur, peredokda səs-küy yox. Yaxşı. Peredoku yaxşı. Yaxşıdır. Təkərlər yaxşıdır elə bilim, hə? Təkərləri təzədir. Aha, fərqli Təkərlər, gözdür, hə? hə, Arxa tap təkərlər təzədir. qış təkərlərdir. Arxa təkərlər qış təkərdir, qabaqlar lehtindir də. Aha. Lehtin. Yəni Maşınınızın- real alıcıya da yəni biraz Endirim 150 edirsiniz. 200 endirim olar. Maşınımızda nəsə rənglərində fərqlilik görürəm. Ha, bu qapı Qapıdır, dəyib, krildir. qapı dəyib. Kraskalanıb Bunun üz- yoxsa dəyişdirilib? Rəngi dəyişilib, rəngi ağ olub. Maşının əvvəlki rəngi ağ olubdu. Ağ olubdu. Dəyişilib, yaş asfalt olub. Sənəddə qeyd olunubdu. Bəli, hamısı olunubdu. Sənədlər qaydasında. Hə, bu qapı krel deyirsiniz. Bəli, dəyibdir. Burada Dəyişilənlərin elə siz deyin də mən, hansılar dəyişilibdi? bir dənə bu qapı dəyişilib, bir də bu kırlosudur. Digərləri özününkidir. Bəli, hamısı özününkidir. Hazırda da elə kosmetik işləri var Bəli, maşınımızın. bir dənə kraskalansa da. kosmetik işidir vəssalam. Bu aynasının da bu hissəsində çatı var. Bunun Mesela şey şöyle görüntülü olmuyor məhdudiyyəti yoxdur. Aha. Heç bir məhdudiyyət. Şitin də üstündə 4-5 yerində çatlar Biraz var, var. hə, yəni biraz Oturacaqlar çıxolludur, yaxşıdırmı? Çöküntü Yaxşıdır. cırıq yoxdur ki. biraz çöküntü Şofer tərəfdə çöküntü var acan biraz deyirsiniz. var. Hə, Aynalar əllə mi qalxır, düymə ilə Əllə. mi qalxır? əllə. Pultu da var. Bəli, pultlandır. Maqnitofonu, kolonkası, hər şeyi. Yəni. Bahalı sistemdirmi? Səs sistemi yoxsa? Yox, belə sadə, normal.
Qiyməti neçədir maşınınızın? 4-8-ə deyilir. 4-8-ə deyirsiniz. 4-4-ə, 4-3-ə istəyən olsa, 4-4-ə gəlsinlər, bu dəqiqə verim. o qiymətə vermək istəyirsiniz. Bəli. Hansı rayondadır maşınınız? Şəkil. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Sağ ol, var ol. Xeyirli olsun qardaş. Sağ ol, Allah razı olsun. 07 maşın satırsınız. 2010 Kosmos Qara. Buyurun, Maşın məlumat verin görək Çox necə sürülən maşın. maşın deyil. İşdən evə, evdən işə sürülən maşın. Qiyməti, son qiymət 7200. Rəngi Kosmos Qara. Nə vaxtdan sizdədir maşın? Maşın 2 ildir məndədir. Etibarnamə işlədir sizin? Buyur, öz adımadır. Aformut Bəli, öz elətdirmisiniz. adımadır. Aldıqdan sonra xərc çəkdinizmi maşınınıza? Nəsə Çəkmişəm, bəli, xərc çəkmişəm. Üstünə xərc çəkmişəm. Kolonkalar almışam, üstündə 6 dənə kolonkası var. İndi maqnitofonu dəyişməmişəm, yəni üstündə gələn maqnitofonda 6 dənə kolonkası var. bahalıdırmı səs sistemi? Səs sistemi yaxşıdır, bəli, qoşa bilərəm istəsən. Yox, əsas o deyəsiz bilək. Hə, belə Mühərrik 06 olur da bəli, bunlarda. mühərrik 06-dır, Slitinin Niva motorudur. Niva balı iləndir daha doğrusu. Yığılıbdımı yoxsa zavoddan gələn? Xeyr, zavod. Dəyişən bir dənə detalı var. Sağ kurlosu, vəssalam. Qalan hamısı zavod. Motorun yağ azaltması səsi yoxdur. Xeyr. Yarımə söhbət ola bilməz. Difir heç bir səs yoxdur. Karabkanın Difirində, atması yoxdur ki. karabkasında Xeyr, heç bir səs yox. Holda çürük, pas. Heç bir çürüyü. Heç olmayıbdımı heç yoxsa? bir çürüyü yox. Bu Danqrat çox yerləri- heç bir şey yox. Danqrat yerləri salamat. Bəli, bəli, buyurub baxa bilərsiniz, çəkilişlə də eləyə bilərsiniz. Danqrat yerlərinə kimi salamat. Perodokda vəziyyət necə? Teledoku da yaxşıdır. Səs küyü yoxdur deyirsiniz. Xeyr, səsi yox. Təkərlər Alan- yaxşıdır. Alan yəni peşman olmaz. Təkərlər verən Bəli, yaxşıdır. təkərlər də təzə almışam, 2 ay bundan qabaq almışam, təkərlərdir. Qabaq təkərlərdir. Bircədən deyirsiniz sərnişin tərəf kril dəyişilib. Bəli, bəli. Bircə dənə dəyişən detalı var. Sağ kurlum. Amma kraska zbor vurulub da hər yerinə. Kraska zbor vurulub belə deyim. Kraska məsəl üçün şeydir, kusok-kusokdur. Amma belə bez kraska olan yerləri var. Yanları. Hə, rəng dəyməyi hətta deyirsiniz zavodun rəngindən də var Bəli, üstündə. bəli. Rəngi Kosmos qaradır, 7200 son qiymətidir. Aynalarda vəziyyət necə? Aynalar özü Çat gördük. yoxdur ki, ön Gördüyün aynada məsəl üçün, balaca bax nəsə. bunlar hamısı zavod. Kantona kimi zavoddur, dəyişməmişəm. Cızıqdımı, çatdımı ön aynada görsənir Yox, bura balaca? bir dənə, bəli, bura bir dənə gedəndə Dağı daş var, var. aha. Daş çıxıb, daxmaq, arxadan maşından çıxıb daş dəyib, yəni bir dənə bu. Kitin üstündə çatlar var. Bəli, içindəyi remenə kimi zavoddur. İçinin remeninə kimi zavod. Ön Baxa aynalar bilərsiniz. düymə gördüm. Zavod kantı da yerində durur. Ön aynalarda düymə gördüm, işləyirlər. Bəli, bəli, aynalar hamısı şeylədir, pultla, podyomniklədir. Aha, hətta pult sistemi də var, hə? Bəli, bəli, pult sistemi də var. Pult sistemi ilə işləyir. Qiymətini də deyirsiniz, Son qiyməti 7200. 7-yə verməyəsiniz. Razılaşaram. Əsas o da əlaqə Bəli, saxlasın. bəli. Əsas odur Hansı ki, rayondasınız? Şəki rayonundan gəlmişəm. Maşın çox sürülən maşın deyil, onu deyə bilərəm. Maşın işdən evə, maşın gündə maksimum gündə 2 il məndə olub, gündə 810 kilometr yol gedir. Allah Gəlib bazarınızı dayanıb, versin. qayıdıb. O kənddən bu kəndə. Allah bazarınızı versin, Çox xeyir sağ olsun. olun, qardaş. çox sağ olun. Qardaşım Qardaş, Allah xeyir versin. Allah sizə də xeyir. Mercedes Bəli, Y-Klas, Yeşka deyir. Yeşka gedir, Yeşka gedir. Y-Klasları bəli. köhnə Sadə modellərindən. Motor dizel. Buyurun məlumat verin, bilək necə maşındır? Maşın normal sürdüyüm maşındır. İli neçə idi? İl 88-dir. 88-in maşını. Ay maşın. Xırda problem ola bilər nəsə yüngül. Elə bir önəmli problem yoxdur. Nə vaxtdan sizdədir? Təzə almışam. Peşman oldunmu? Yox, peşman olmuyorum. Prosta fikrimdə tam başqa bir şey var. Siz istədiyiniz kimi çıxmadı, hə? Yox. Elə də nətə deyim? Maşın da alırsan. Sürürsən, indi mən sürdüm. Etibarnamə iləndirmi, yoxsa formu tələfdirmisiniz? Etibarnamədir. Prosta problem deyil də. Sənədləri qaydasında. Bəli, hər şey qaydasında. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Karabkanı yığdırmışam. Aha. Yüngül bayı isə çıx olmuş ol. Su belə. Avtomat korobkadır. Bəli, avtomat karabkadır. Hazırda da problem yoxdur ki. Yox, elə bir Gecikməsi, problem vurması. yoxdur. Nə? Gecikmə, vurma korobkada Yox, yoxdur. yox, qəti. Karabkada heç bir problem yoxdur. Mühərrik nədir? Bəli 2.5 dizel. Dizel Sadə mühərrik. motor, bəli. Sadədir. Bəli, bəli. Necədir mühərrikin vəziyyəti? Super, əla. Onu yığdırmadınız ki. Yox, qəti. Ehtiyac yoxdur. Ha, yaxşıdır, hə? Bəli. Maşınınızın diferi necə? O da qaydasında. Səsi küyü yoxdur. Yoxdur. Holda çürük çoxdur. Ya bir balaca danqrat yerlərində yüngül. Ön danqrat yerlərindədir. Bəli, bəli. Perodokda necə? Pedagog da rezinlər zətdə dəyişə bilər. Başqa elə bir cünə bir şey. Səsi var. Rezinlər səsi ola bilər.
Təkərlərdəki normaldır. Hələ Normal orta işlətmək təkərlər, olar. ha, orta bəli. Dəyişiləni bilirsiniz? Nəyim? Dəyişilən qapı, krel, kapot. Valla göz qabağında da belə mən bilmirəm. Məncə də ola bilər. 88 matında bəlkə də ola Ola bilər. bilsin ki, dəyişilən. Bəli. O vaxtki dəmirlər də keyfiyyətli olur. Bəli, elə üstündə məlumdur da, burada bilirsən də belə. Luku da var hətta maşınınızın. Bəli, pul sistemi. İşləyirmi yoxsa Bəli, işləmir? bəli, işləyir. Kondisioner olan maşındırmı yoxsa? Xeyr, kondisioner yoxdur. Maşınınızın aynaların çatlayıbdır, ön aynası çatlayıb Bəli, daha bu doğrusu. ön aynası çataq Ha, var. Pultu da var hətta Bəli, maşınınızın. pul sistemində də Qəşəng. bir şey var. Yoxsa düymə ilə şüşələr? Ön podiyumik. Aha. Önlər yoxsa Və dördlər? önlər. Önlər düymə ilə qalxır aynaları. Oturacaqlara da çol çəkmisiniz, altından Bəli, çol xəbərimiz çəkdim. yoxdur. Qiymətini deyin də bizə. Qiymət 4800-ə deyirəm, razılaşırıq onu. 4-8-ə deyirsiniz. 4-4-ə istəyən olsa, Razılaşırıq. əsas o əlaqə saxlasınlar. Bəli, bəli. Hara gəlsinlər baxmaq üçün? Maşın Hansı Tovuz rayonda? olacaq, amma Bakıda gedəcək də, Bakıda da olacaq. Fərqi yoxdur. Bəzən Zəngəşər hardasa münasibət görüşərik. Uğurlar qardaş. Sağ ol, sağ olun. Siz də sağ olun.